Salam, xoş gördük sizləri, məni izləyənlər, videomu bəyənənlər, yeməklərimi bəyənənlər. Mən bugün öz səs yazımdan sizə gəldim. Bugün mənim qonağım olacaqdı. Yarpaq dolması hazırlayıram. Ətim çox olduğundan 4 ədəd soğan götürürəm. Soğanı mən çəkmirəm çox vaxtı, əzilir, maşın əzir, suyu çox çıxır. Doğrayanda daha dadlı olur. Amma narın doğramaq şərti ilə. 4 ədəd soğan doğradım, əlavə elədim ətin üzərinə. Dadlı olur. Doğrayanda kələm dolmasına da çox vaxtı soğanı qovurub ətin üzərinə tökürəm. Biraz şüyüd, biraz çeşniş götürürəm. Göyərtini də lap narın çalışıram doğrayım. Yaxşı çıxıram da. Bundan əlavə mən nanə qurusu da əlavə eləyirəm buna. 2 çay qaşığı ətim çox olduğundan 2 çay qaşığı da nanə tökürəm. Duz, nanə 2 çay qaşığı əlavə edirəm. Çünki ətim çoxdur. 1 çay qaşığı qara istot, 1 çay qaşığı yarım qədər, o baxır zövqə. Bu zəncəfirdir. Çox dadlı eləyir yeməyi, əti, yəni dolmalarıma əlavə eləyirəm. Bunun da puf nöqtəsi 3 xörək qaşığı qatıqdır. Dolma 4 xörək qaşığı üzr istəyirəm. Dolmanı əti yumuşaq eləyir. Mən içərisinə yağ da tökürəm. Zövqə uyğundur tökmək. Tökən də var, tökməyən də var. Amma mən həmişə vururam, yağlı sevirəm yarpaq dolmasını. Əridilmiş təmiz yağ. Qazanın altına balaca bir nimçə qoyuram. Çünki ətin kəfini o nimçə hamısını yığır altına. Bu da mənim yazda qoyduğum yarpaqlarımda özüm qoymuşam. Axırıncı yarpağım, duj yarpağım bitdi. Bu il yarpaq yaxşı olmadığından xoşuma gələn yarpaq olmadı. Bu da düyüdür. 200 qram, yəni bir xurustal stakan qədər ıslatmışdım. Çünki ətim hardasa 2 kilodan çoxdur. 2 kilo 200-300 qram belə. Düyünü də əvvəldən yuyub ıslatmışdım. Əlcəklə işləyə bilmirəm. Burada düzdür, əlcəklə bir ikisini göstərmişəm, sonra əlcəyi çıxarıb bükmüşəm. Əlcəklə çətin olur mənə dolmanı bükmək, istədiyim kimi bükə bilmirəm. Düzdür, əlim qaralır, sonra təmizləyirəm. Çətin də olsa. Əlcəklə işləyə bilmirəm. İstədiyim kimi səliqəli alınmır əlcəklə. Düzdür, bir ikisini göstərmişəm, ondan sonra əlcəyi çıxarıram. Aş da süzəcəm. Səbzi ilə, toyuqla. Bir də salat eləyirəm. O salatı biz çox sevirik. Əsas yarpaq dolması da çətin mənə. Əlcəyimi çıxarmışam burada. Çətindir mənə əlcəklə bükmək yarpaq dolmasını. Hiç körüsün
kimi bir ürək hiç könül sındırmışam. Dolmanı bitirdim. Çox götürmüşdüm, yarısında büküb attım soyuducunun buzluğuna. Bu da mənim salatımdır. 3 ədəd xiyar, 4 ədəd yaşıl biber. Rəhli biberlər də siz tökə bilərsiniz. Mən sevmədiyimdən o biberlərin, rəkli biberlərin qabağı qalın olur. O mən xoşuma gəlmir. Ona görə ancaq yaşıl biber eləyirəm. Qırmızı da, sarı da siz onlardan istifadə edə bilərsiniz. Nazik uzun doğrayıram. Xiyarı da, biberi də. Çox dadlı və yüngül salat olur bu. Bu salat. Xiyarı da bu uzunluqda doğramışam. Qabahatim böyükdür. Aylar dünən axşam dünən. Biraz şüyüd, biraz çeşniş. Narın doğrayıb əlavə edirəm. Qəşəng olur. Çox ləzzətli salatdır bu da. Biz bunu çox sevirik. Billur kimi bir ürək hiç könül sındırmışam. Buna da duz, istot, bir toyuğun da sinə ətini, yəni duz töküb qaynatmışam. Bir toyuğun da sinə ətini əlavə edirəm. Biraz duz, istot töküb qarışdırıram mayonezlə. Bu da mənim salatım. Hazır vəziyyəti. Burada da aşın soğanını doğramışam. Seyfəmdə var, səbzidir. O soyuducuya atmışam. Təmiz yağdır. Tökmüşəm, əridilmiş. Mən həmişə işlədirəm. Toyuğu ayrıca qızardıram. Ağzı bağlı qızardıram ki, içərisi də yaxşı pişsin. Toyuq, onu da qeyd edim ki, toyuğu axşamdan soğanla, duzla, istotla bastırma eləyib soyuducuya qoymuşdum. Soğan qızarandan sonra soyuducudan çıxartdığım, bu da heyvadır. Elə bir 3-4 dənə atmışam, o qəşəng aroması olur, xoşum gəlir. Duz tökdüm. Soğan qızarandan sonra tökürəm ki, əvvəldən tökəndə duzu soğanı əzir. Bu da dediyim kimi soyuducuya qoyduğum səbzidir. İçərisində seyfəmdə var, baxa bilərsiniz istəsəz. Çox rahatdır. Həm də indi səbzi yoxdur demək olar ki. Tərxun onun tərkibində var, çeşni, şüd. Seyfəmdə var, istəsəz baxa bilərsiniz. Bunu yaxşı qovurandan sonra toyuqları düzürəm üzərinə. Toyuğu qızartmışam. 15 dəqiqə vamxodda altı yanandan sonra üzərini bağlayıb altını söndürürəm, götürürəm. Düyümü də 4-5 saat əvvəldən isladıram, duzlu suda saxlayıram. Elə daha xoşuma gəlir. Bişirməmişdən 4-5 saat əvvəl duzlu suda saxlayıram. Düyümü süzdüm. İçərisinə biraz yağ qoydum. Altına lavaş qoymuşam. Qazmağına. Hazır lavaşlardan. O zəncəfil idi, mən onun üzərinə tökdüm. Zəncəfillə yağı qarışdırsan, zəncəfil düyüyə çox gözəl tam verir. Videomda baxdıysa, mən bu da zeferan sarı kökdür.
ya sarı çöç. Billur kimi bir ürək. Belə olanda daha dadlı olur. Mən həmişə plovlarımda belə açıram, biraz su tökürəm ona. Çox qəşəng dəmi alır bu suyu tökəndə. Üzərinə salfetka qoyub yağlı bu kərə yağı da düzürəm, o yağlamaqdan əlavə. Çünki yağ aşı dadlı eləyir, yağı çox olanda, bol olanda dadlı olur. Düz lap çox eləmirəm mən qədərində. Salfetka ilə üzərini bağlayıb dəmə qoyuram. Hardasa 1 saat yarım dəmdə qalır vamxodda. Dəmirin üstündə. Aşım dəmləndi. Düzdür, tələsə çəkmişəm bu videonu. Amma çalışmışam ki, hərəsindən biraz da olsa sizə görsədim. Səs yazımdan təqdim eləyirəm ki, izahlı şəkildə. Bizim aşımız. Lavaşlar da, aşın altına düzdüyüm lavaşlar. Da bizim səbzi qaramız. Səbzili aşların hamısından daha çox sevirəm. Bu da mənim süfrəm. Cöyərti biraz bir tarifka koydum çünkü bu yeməklərinə cöyərti çox yeyilmir. Pomidor, xiyar salatı, üzərindəki biberdi. Bu mənim yayda bağladığım mangal salatıdır. Üzərinə qırmızı soğan, cöyərti, biraz da duru yağ əlavə eləmişəm. Səhifəmdə var, istəsəz baxa bilərsiniz. Bu bizim salatımız. Bu badımcan turşusu, xiyar turşusudur. Bunların hamısını özüm qoymuşam. Səhifəmdə var, istəsəz izləyə bilərsiniz. O da səhifəmdə var. Bu mənim feyxua kompotumdur. O da səhifəmdə var, istəsəz baxa bilərsiniz. Bu sok da şafta, üzr istəyirəm, ərik sokudur. Onu da özüm hazırlamışam. Bu bizim çörəklərimizdir. Kim hansı çörəkdən istəyir, istifadə eləyir. Naxçıvan lavaşıdır. Özüm istadıram. Çəpək çörəyidir. Ümid edirəm ki, süfrəmi bəyənərsiniz, pişirdiklərimi bəyənərsiniz, izləyərsiniz, like edərsiniz. Bu da bizim süfrəmiz, mənim qonaqlıq süfrəm, dolmalarım. Çox dadlı çıxmışdı, ləzzətli çıxmışdı. Göz haqqınızı halal edin, zəhmətimi qiymətləndirin.
Bəyənsəyiz, minnətdar olaram sizə, izləsəyiz axıracan. Və qatıqdır, dolma ilə yemək üçün. Çox təşəkkür edirəm. Sağ olun.